Salam uşaqlar. Bu gün sizlərlə Landau nəşriyyatının 4-cü siniflər üçün olan monitorinq kitabının monitorinq 1-in riyaziyyat suallarının izahını paylaşacağam. Diqqətdən baxaq 31-ci suala. 31-ci sualda deyir ki, 3, 7, 4, 1, 0, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin. Bu tip tapşırıqları həll edəndə ən böyük, ilk öncə baxıram 6 rəqəmlidir. Burada da 2, 4, 6 dənə elə rəqəm var. 1, 2, 3, 4, 5, 6. 6 rəqəmli dediyi üçün 6 dənə xətt çəkirəm. Daha sonra ən böyük ədəd dediyi üçün ən böyük rəqəmdən başlayıb aşağı doğru sıralayıram. Böyükdən kiçiyə 7, 5, 4, 3, 1, 0 və oxuyuram 754.310 A variantı və buna diqqət edirəm, cüt ədəd deyir. Burada da sonuna baxıram, əgər ədədin sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitirsə cüt ədəd olur. Yəni bu da nəzərinizdə olsun. Əgər tək ədəd desəydi 0 və 1-in yerini dəyişməli olacaqdı. Keçirik 32-ci suala. 880.808 ədədinin rəqəmlə yazılışını seçin. Demək olar ki, əksər uşaq bu suallarda səhv edir. Bunun üçün nə edirik? İlk öncə sinifləri ayırırıq. 1000. Baxın, burada 880.808 olduğu üçün 2 sinif olacaq. Minlik sinifi, təklik sinifi. Və hər sinifdə 3 mərtəbə olur. İndi baxıram, 880.000. Bu 1000-ə qədər bir mərtəbədir, yəni minlik mərtəbəsi. Yazıram 880. 808. Təhlik sinifinə də yazıram 808. Yazılış bu oldu. 880.808. D variantı. Keçirik 33-cü sualımıza. 33-cü sualda deyir ki, 36.240 ədədinin sözlərlə yazılışı hansı bənddə doğru göstərilmişdir? İlk öncə ədədi oxumaq üçün sonundan başlayaraq 3-3 ayırıram. 3-3 ayırandan sonra ədədi oxumaq rahat olur. 36 min 2 100 240. Baxaq görək C variantı. Keçdik 34-ə. 326.476 verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi nədir? Ümumiyyətlə, mərtəbə vahidi deyəndə vahid 1 deməkdir. Mərtəbə vahidi deyirsə, 1-in yanında sıfırlar nəzərdə tutulur. Tutaq ki, 6-nın mərtəbə vahidi 1-dir, 7-ninki 10-dur, 6-nınki 100-dür, 2-ninki 1000-dir, 3-ünkü isə 10.000-dir. Və bunların adları nə olur? Təklik, onluq, yüzlük, yox, burada yanlış getdik biz. 4-də əslində 100, 6.000-dir, 2 10.000-dir, 3-də 100.000 olacaq. Təhlik, onluq, yüzlük, minlik, 10.000-lik, 100.000-lik. Bu mərtəbələrin adıdır. Əslində, sualda biraz qarışıqlıq var. Mərtəbə vahidi soruşursa, bir yanında sıfırlar nəzərdə tutulur. Və mərtəbəsi hansı mərtəbəsidirsə, yəni mərtəbənin adı soruşulursa, onda təhlik, onluq, yüzlük, minlik olaraq nəzərdə tutulacaq. İndi bizdə eybi yoxdur. Variant olaraq mərtəbələrin adı verildiyi üçün mərtəbə adı ilə gedək. Təhlik, onluq, yüzlük, minlik. Bu altından xətt çəkilən rəqəmin mərtəbəsi yüzlükdür. Daha doğrusu minlikdir. C variantı.
Keçirik 35-ci suala. 35-ci sualda deyir ki, 43778 ədədinin minliklər sinifindəki ədəd neçədir? Ümumiyyətlə, sinif sözü varsa, ədədi 3-3 ayırırıq. Sondan başlayaraq. Ayırdım və ayırdım. Burada 2 rəqəm alındı. Bu oldu təklik sinifi. Yenə deyirəm, sinif varsa mütləq 3-3 ayırıram. Belə yadda saxlayın, sinifdə uşaqlar çox olur. Ədəd sinifində də rəqəmlər çox olmalıdır. Yəni, mərtəbədə tək-tək olur. Pilləkənin mərtəbələri kimi 1-1, 1-1 qalxır. Amma sinifdə çox olur, 3-3 olur. Çox deyəndə 3-3, 3-dən çox olmur. İndi bu təklik sinifi olacaq, bu minlik sinifi. Minlik sinifində ədəd hansı oldu? 43. B variantı. Keçdik 36-ya. 500.000, üstə gəl 7.000, üstə gəl 80, üstə gəl 9 şəklində mərtəbə qiymətlərinə ayrılmış ədədin onluqlar və 10 minliklər mərtəbə rəqəminin vahidinin sayının cəmi neçədir? Birinci bu ədədimizi tapaq. Bunu ən rahat çaşmamaq üçün, tapmaq üçün ədədi yazıb alt-alta toplayırıq. 9, 8, 0, 7, 0, 5. 507.089. İndi bu ədəddə onluqlar və 10 minliklər mərtəbə vahidinin sayının cəmini tapıram. Birinci nəyə diqqət edirik? Say deyirsə, həmin mərtəbədə gördüyümüz rəqəmi götürəcəyik. Yenə deyirəm, say deyirsə, həmin mərtəbədə gördüyümüz rəqəmi götürməliyik. İndi onluqlar və 10 minliklər mərtəbə vahidinin sayı. Onluğu tapıram. 8, mərtəbə vahidinin sayı 8-dir. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik, 10 minlik. 10 minliyimin sayı isə 0-dır. Və bunların cəmi deyir. Cəm deyirsə toplayıram. Alınır 8. A variantı. Keçirik növbəti 37-ci suala. 37-ci sualda deyir ki, 4, 3, 8, 1, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçədir? Baxın, 5 rəqəmli dediyi üçün 5 dənə xətt çəkirəm. Və ən böyük dediyi üçün böyükdən balacaya bu rəqəmləri düzürəm. 8, 5, 4, 3 və 1 və salam. 85.431. 85.431 A variantı. Keçdik 38-ə. 786.543 ədədinin 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayını çıxsaq neçə alınır? Bayaq da dediyim kimi mərtəbə vahidinin sayı deyirsə, orada gördüyümüz rəqəmi götürəcəyik. İndi baxarıq. 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayını tapaq. Birinci adlandıraq. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik. Ümumiyyətlə, mərtəbələri əgər mərtəbə vahidi sayı deyirsə, mərtəbələri adlandırmaqda ərinməyin. Çünki bu sizin çaşmamağınızın qarşısını alır. Çaşmağınızın qarşısını alacaq və çaşmayacaqsınız. Belə təxmini tapanda çaşırsınız, amma yazanda çaşma ehtimalınız demək olur ki, 0 olur. İndi baxarıq. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik və 100 minlik. Bizə deyir ki, 100 minlik mərtəbəsinin mərtəbə vahidinin sayı. Yenə deyirəm, say deyirsə, orada gördüyüm rəqəmi götürürəm. 100 minlikdə nədir? 7-dir. Yazıram 7. Keçdik. Yüzlük mərtəbəsinin mərtəbə vahidinin sayı. Yüzlükdə nədir? 5. 5-i götürürəm. Sayını çıxsaq deyir. Çıxsaq deyirsə çıxıram. Cavab alınır 2. B variantı. Keçirik növbəti 39-cu sualımıza. 39-cu sualda deyir ki, verilmiş şərtə əsasən elin yerinə yazıla biləcək ədədlərin cəmini tapın. Ümumiyyətlə müqayisədə birinci baxırıq rəqəmlərin sayına. Bu da 4 rəqəmlidir, bu da 4 rəqəmlidir. Sonra keçirik bir-bir başdan başlayıb rəqəmləri müqayisə eləməyə. 3, 3 eynidir. 2, 2 eynidir.
el və 5-dir. Bunu saxlayıram hələ ki. 1, 1 eynidir. İndi biz burada eli götürürük. Burada isə 5-i götürürük. Və ortasındakı işarə nədir? Kiçikdir. Yəni bu nə deməkdir? Elin yerinə elə rəqəmlər yazmalıyam ki, 5-dən kiçik olmalıdır. Elin də yerinə nə yaza bilərəm? 0 yaza bilərəm, 1 yaza bilərəm, 2 yaza bilərəm, 3 yaza bilərəm və 4 yaza bilərəm. Artıq 5 yazsam bərabər olacaq, 6, 7, 8, 9 yazsam böyük olacaq. Onları yazanmaram. İndi tapdım mən hansı rəqəmləri yaza bilərəm və bu ədədlərin cəmini soruşur. Cəmini deyirsə, bunları toplayacaq. Bu arada rəqəm və ədədi qarışdırmayın, çünki 1-dən 9-a qədər həm rəqəm sayılır, həm də ədəd sayılır. İndi bunların cəmini tapaq. 0-ın üstə 1, 1, 1-in üstə 2, 3, 3-ün üstə 3, 6, 6-ın üstə də 4, 10 olmuş olacaq. Doğru cavab A variantı. 40-a baxırıq. 6465 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yazıram buradan. 6465 təhlik onluq və yüzlük. Yüzlüyün altından xətt çəkirin. Yuvarlaqlaşmanı qarşısında da edə bilərsiniz. İndi sizə aşağısında versiyanı başa salım, qaralamada bu üsulu tətbiq edin. Altından xətt çəkdiyim rəqəmdən əvvəlki rəqəmi düşürdürəm aşağı. Bu qalır burada. Sonra baxıram, altından xətt çəkdiyim rəqəm böyüyəcəkmi, yoxsa olduğu kimi qalacaqmı, onu tapacaq. Əgər altından xətt çəkdiyim rəqəmdən sonra 0, 1, 2, 3, 4 gələrsə, həmin rəqəm dəyişmir. Olduğu kimi düşür aşağı, özündən sonra sıfırlar artırılır. Yox, əgər altından xətt çəkdiyim rəqəmdən sonra 5, 6, 7, 8, 9 gələrsə, həmin altından xətt çəkdiyim rəqəmin üstünə də 1 gəlmiş olacaq. Və 4-ün üstə 1 də eləyir 5. Yazdım bura. Sonra bunu tapandan sonraki böyüdü, yoxsa olduğu kimi qaldı. Baxıram özündən sonra neçə dənə rəqəm varsa, onların yerinə də 0 yazıram. Cavab alınır 6500. Yuvarlaqlaşdıran zaman 6500 alındı. Doğru cavab B variantı. Keçdik növbəti sualımıza. 41-ci sualda deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən böyük ədədin mərtəbə vahidlərinin sayının cəmini tapın. Birinci tapaq. Ədədi yuvarlaqlaşdıranda, yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, 300 olan ən böyük ədəd neçədir? Ümumiyyətlə, belə bir qayda var. Yuvarlaqlaşdıranda onluğa qədər, daha doğrusu onluğa qədər yuvarlaqlaşdıranda 10 alınan ən böyük ədədi tapmaq üçün həmin ədədin üstünə, 10-un üstünə 4 gəlirik. Ən kiçik tapmaq üçün ondan 5 çıxırıq. Yəni qayda budur. Bu onluqlarda aiddir. Sonra yüzlüklərdə yuvarlaqlaşdıran zaman, misal üçün 300 alınan ədədi tapmaq üçün, burada 10 göstərmişdim, bu 20 də ola bilər, 30 da ola bilər və s. Yüzlüyə qədər yuvarlaqlaşdıranda 300 alınan ədədi tapmaq üçün 300-ün üstünə 4, yanında 9, yəni 49 gəlirəm. Ən kiçik tapmaq üçün 300-dən çıxıram 50-ni. Baxın, bunu siz rəqəmlərinə, sıfırlarına uyğunlaşdıra bilərsiniz. Yaxşımı? Burada 1 sıfır var deyə bir rəqəmlə bir dənə 4 gəldim. 1 sıfır var deyə 1 5 çıxdım. Burada 2 sıfır var deyə 49 gəlirəm. 2 sıfır var deyə 50 çıxıram. Deyə bilərsiniz ki, niyə burada 50 gəlmirik? Onda olur 350 və onu yuvarlaqlaşdıranda da artıq 400 alınır. 300 alınmır. İndi mini də izah edeyim. Tutaq ki, 4000 alınır. Yuvarlaqlaşdıranda milliyə qədər. Bunun ən böyücün və ən kiçiyini tapmaq üçün nə edirəm? Ən böyücü tapmaq üçün 4000-in üstə 499 gəlirəm. Ən kiçiyi tapmaq üçün 4000-dən çıxıram 500. Vəssalam. Yəni qayda budur. Bu qaydanı tətbiq eləsək, rahatlıqla bu tip sualları həll edə bilərik. İndi baxırıq, bizə lazım olan budur.
Yuvarlaqlaşdıranda 300 alınan ən böyük ədəd neçədir? 300-ün üstə 49 gəlirəm. Alınır 349. 349-dan böyük ədədi yuvarlaqlaşdıranda 300 alınmır. Ən böyücü 349-dur. İndi deyir ki, sonraki mərhələdə mərtəbə vahidlərinin sayının cəmini tapın. Yəni nə deməkdir? Rəqəmlərin toplayın deməkdir. Bunun təhliyin mərtəbə vahidi nədir? 9. Onluğun mərtəbə vahidi nədir? 4. Yüzlüyün mərtəbə vahidi nədir? 3. Daha doğrusu say nədir? Say sözünə görə deyirəm. Vəssalam, bunları toplayırıq. Əgər mərtəbə vahidlərinin sayını tapın, cəmini tapın deyirsə, həmin ədədin rəqəmlərini toplayacağıq. Bu qədər sadə. 3-ün üstə 4, 7, üstə 9, 10, 6 olmuş olacaq. Yəni, bu yuxarıda göstərdiyim qaydanı mütləq yadda saxlayın. Çünki bu harada olsa sizin köməyinizə çatacaq. Baxırıq 42-ci suala simvollara görə verilən ədədləri artan sıra ilə düzün. Baxıram. İlk öncə hamısı eyni saydadır rəqəmləri. 6 rəqəmlidir. Bütün ədədlər 6 rəqəmlidir. Və baxıram. İlk rəqəmləri hamısında 3-dür. Eynidir. Ona görə keçirəm ikinci rəqəmi. 4, 4, 6, 6. 6-ları saxlayıram. Artan sıra ilə deyirsə, balacadan böyücə gedəcəm. Onu da qeyd edeyim. Keçdim bu 2 dənə hələ ki müqayisə edirəm. Keçirəm 3-cü rəqəminə 6, 6, 4-cü 7, 8. Deməli, ən balaca kvadrat olandır. Çəkirəm kvadrat. Sonra 3 bucaq olandır. Sonra keçirəm bu 2 dənənin müqayisəsinə. 3, 6, 6, 4, 4 eynidir. 7 və 8, 7 balacadır. Dairə çəkirəm, sonra da 5 bucaq çəkmiş olacaq. Doğru cavab kvadrat, 3 bucaq. İndi bu biraz kvadrata oxşamadır. Kvadrat, 3 bucaq, dairə və 5 bucaq var. B variantı. Keçirik növbəti 43-cü suala. 43-cü sualda deyir ki, 4627 kiçikdir. Ümumiyyətlə, bu tip tapşırıqlar belə oxunur. A böyükdür 4627-dən, kiçikdir 4632-dən. Müqayisəsində A-nın yerinə neçə ədəd uyğun gəlir? Gəlin tapaq. Bu o deməkdir ki, A 4627 və 4632-nin arasında yerləşir. Yəni, bunların arasında nə yerləşir? 4628, 4629, 4630, 4631. 1, 2, 3, 4 dənə rəqəm yerləşmiş oldu. Vəssalam. Əgər mən bura 4627 yazsaydım, bərabər olurdu. Burada bərabər işarəsi yoxdur. 4632 yazsaydım da bərabər olurdu. Bərabər işarəsi yoxdur. Ona görə 4 dənə rəqəm olacaq burada. 44 müqayisələrdən hansı doğru deyil? Birinci rəqəm sayına baxıram. 5 rəqəmlidir. 5 rəqəmlidir. Bu da 5'dir, bu da 5'dir. Bu da 5'dir, bu da 5'dir. 5 və 5. Keçdik indi müqayisəyə. 3'dür, 7'dir. Bəli, 3 7-dən kiçikdir. İşarəmiz də kiçikdir. 8, 8 bərabər 4, 6. B-yə baxmamışıq, ikinciyə. B-yə də baxaq. 3'dür, 2'dir. 3 2-dən böyükdür. Doğrudur işarə. 8, 8 bərabərdir. Keçirəm ikinci rəqəminə. 4'dür, 6'dır. 4 6-dan kiçikdir, amma işarəni böyük qoyublar. Yanlış olan C olacaq, doğru olmayan. 45-ci tapşırıqda deyir ki, hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır. Deməli, baxırıq bir-bir minliklərin altından xətt çəkirik. Ədədlərdə təhlik olunmuş yüzlük minlik. Təklik olunmuş yüzlük minlik. Təhlik olunmuş yüzlük minlik. Təklik olunmuş yüzlük minlik. Deməli, hamısı 3 ilə başlayır. Yəni, bu tip tapşırıqların ən rahat yolunu sizə deyirəm, qısa. Hamısı 3 ilə başlayır və yuvarlaqlaşdırmada bir qayda var. Və o qaydanı bayaq da dedim. Əgər altından xətt çəkdiyimiz ədəddən sonra və yaxud da rəqəmdən sonra 0, 1, 2, 3, 4 gəlirsə, altından xətt çəkdiyimiz rəqəm dəyişməyəcək. Yox, əgər altından xətt çəkdiyimiz rəqəmdən sonra
5, 6, 7, 8, 9 gələrsə, altından xətt çəkdiyimiz rəqəm bir vahid böyüyəcək. İndi bizə lazımdır ki, bu 3 burada dəyişməsin. Baxırıq, 3 özündən sonra 2 gəlib, ona görə dəyişmir. 3'ü yazıram, 0, 0, 0, digərlərin yerinə 0 yazıram. Burada 3 özündən sonra 5 gəlib, ona görə bir vahid böyüyüb olacaq 4. 4000. Burada 3 özündən sonra 6 gəlib, ona görə bir vahid böyüyüb olacaq yenə 4000. Burada da 3 özündən sonra 8 gəlib, böyüyüb olacaq 4000. Belə və doğru cavab A olmuş olacaq. 46. Hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Baxırıq, təhlil onu hamısında yüzlüyün altına xətt çəkirəm. Çəkdim və yuvarlaqlaşdırıram. Biz demişdik ki, altından xətt çəkdiyim rəqəmdən əvvəlkiləri olduğu kimi yazıram. Altından xətt çəkdiyimdən sonraya baxıram. 1. 1-dirsə 0, 1, 2, 3, 4 olanda dəyişmir. 7-ni yazıram və 0, 0. Bəli, doğrudur. Bu doğru. Keçdik buna. Yenə altından xətt çəkdiyimdən əvvəlkiləri olduğu kimi yazıram. 1-dən sonra 7 gəlib deyə bu bir vahid böyüyür, olur 2. Və bu birləri digərlərin yerinə 0 yazıram. 83200. Bu da doğru. Keçdik buna. 42. 1-dən altından xətt çəkdiyimdən əvvəl olanı yazıram olduğu kimi. 1-dən sonra 7 gəlib deyə bu böyüyəcək. O birisilərin yerinə 0. 42200. Düzdür. Və D-də altından xətt çəkdiyimdən əvvəlkiləri olduğu kimi yazıram. 4-dən sonra 2 gəlib deyə 4 dəyişməyəcək. 4 olaraq qalacaq. 2 və 8-in yerinə də 0 yazacağım. 43400. Amma bu yanlışdır. 43500 yazıblar. Keçək növbəti 47-ci sualımıza. 47-ci sualda deyir, modelle verilmiş ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Birinci modeldə verilən ədədi tapın. 1, 2, 3, 4, 5. Yazıram 5, 2, 5, 3, 0, heç nə yoxdursa 0 yazırıq və 2. Ədədim oldu 525.302. Bu ədədi deyir 10 minliklərə qədər yuvarlaqlaşdırın. Sizi tapşırıq çaşdırmasın. Ola bilər ki, indi burada variantda verməyim, amma keçənkində vermişdim. Ola bilər ki, bu ədədi də variant olaraq verər sizə. Siz də götürüb birbaşa bu ədədi yazsaz, səhvə yol verəcəksiniz. Çünki sondakı tələb nədirsə, onu etmək lazımdır. Yuvarlaqlaşdırın deyirsə, yuvarlaqlaşdırılır. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik. Altından xətt çəkdiyim. Başlayıram. Altından xətt çəkdiyimdən əvvəlkin olduğu kimi düşürdürəm bura. İndi baxım görün bu altından xətt çəkdiyim rəqəm dəyişir yoxsa yox. Özündən sonra 5 gəlirsə bir vahid böyüyüb olur 3. Və ondan sonra da neçə dənə rəqəm varsa onların yerinə 0 yazıram. Və 530.000 olmuş olacaq. A variantı. 48. Aysel 4785-dən başlayaraq irəliyə doğru 100 ritmik sayır. Ayselin 5-ci söylədiyi ədədin ən yaxın yüzlüyü neçədir? Ən yaxın yüzlüyü yuvarlaqlaşdırmaq deməkdir. Ümumiyyətlə uşaqlar məsələləri oxuyub həll edəndə məsələni yavaş-yavaş oxuyun və hissə-hissə həll edin. Bu zaman doğru cavabı rahat şəkildə alacaqsınız. Amma məsələni oxuyub hissə-hissə həll eləməsəz, birbaşa elə beyninizdə atıb tutsaq ki, bu belə vurun, çıxın, toplayın, bölün, onda siz doğru cavabı almayacaqsınız. Baxaq, 100 irəli doğru ritmik sayır, yəni 100 sayır. 4785-dən başlayır. Bu heç. Bizə deyir 5-ci söylədiyi ədəd, 1-ci ədəd, 2-ci ədəd, 3-cü ədəd, 4-cü ədəd və 5-ci ədəd. Bunları yazıram ki, rahat olsun. İndi 4785 üstə 100 gəlirəm. 4885.
100 gəlirəm 4985. 100 gəlirəm 5085. Yenə 100 gəlirəm 5185. Yenə 100 gəlirəm 5285. Mənim ədədim budur. İndi mənə deyir ki, bunun yüzlüyə ən yaxın yüzlüyü neçədir? Yəni yüzlüyə yuvarlaqlaşdır. Təhlik onluq yüzlük. Yuvarlaqlaşdıranda ən yaxın yüzlüyü neçədir deyirsə yüzlüyə yuvarlaqlaşdırırıq. Ən yaxın onluğu neçə deyirsə onluğa yuvarlaqlaşdırırıq. Ən yaxın minliyi deyirsə minliyə yuvarlaqlaşdırırıq. Ən yaxın milyonluğu deyirsə milyona yuvarlaqlaşdıracağıq. Yəni bu sözün mənasını başa düşün. İndi yuvarlaqlaşdırırıq. Altından xətt çəkdiyimdən əvvəlki rəqəmi yazıram. Altından xətt çəkdiyim 2-dən sonra 8 gəlir deyə 2 bir vahid böyür olur 3. Digər rəqəmlərin də yerinə 0 yazıram. 5300 B variantı. Keçək növbəti 49-cu sualımıza. 49-cu sualda deyir ki, hansı ədədi milliyə qədər yuvarlaqlaşdırdıqda azalır? Uşaqlar, yuvarlaqlaşdırmanın qaydası nədir? 0, 1, 2, 3, 4 rəqəmi gəlirsə, indi burada minlik deyirsə, təhlik onluq, yüzlük. Minliklərin altından xətt çəkirəm hamısını. Və bayaq dedik ki, altından xətt çəkdiyimiz ədəd rəqəmdən sonra hansı rəqəm gəlirsə, 0, 1, 2, 3, 4 gəlirsə dəyişmir. Yəni altından xətt çəkdiyim dəyişmir. Ha, digərləri dəyişir. İndi bu qaydada azalır. Yəni ədəd ümumi olaraq azalır. Ha, altından xətt çəkdiyim azalmır. Əgər altından xətt çəkdiyim rəqəmdən sonra 5, 6, 7, 8, 9 gələrsə, ədəd böyüyəcək. İndi burada baxıram, altından xətt çəkdiyimdən sonra hansında bu rəqəmlər var? B variantında. Deməli, bu rəqəmi yuvarlaqlaşdıranda azalacaq. Yoxlayaq, 3000 alınır. 3000 də 3299-dan kiçikdir, yəni azaldı. 50-də 347531 ədədinin minliklər sinifindəki rəqəmlərin cəmini tapın. Yenə sinif deyirsə 3-3 ayırıraq. Yəni harda sinif sözü görsəz 3-3 ayırın. Sonra tapdım bu minlik, bu təklik. İndi minliklər sinifindəki deyir rəqəmlərin cəmini tapın. Yəni 344-ün rəqəmlərin cəmini tapın. 3 + 7, 10, 3 + 4, 14. B A variantı və S. Keçirik növbəti 51-ci sualımıza. 51-ci sualda deyir ki, 512468 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırın. Baxırıq, təhlik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik yuvarlaqlaşdıraq. Altından xətt çəkdiyim rəqəmdən sonra 1 gəldiyi üçün olduğu kimi qalır. Və özündən sonraki rəqəmlərin sayı qədər 0 artırılır. Və oxuyuruq. 500 min. 500 min D variantı. 52. Aşağıdakı ədədlərdən hansının ən yaxın onluğu 3290, ən yaxın yüzlüyü isə 3300-dür. Yəni hansı ədədi onluğa yuvarlaqlaşdıranda 3290 və həmin ədədi yüzlüyə yuvarlaqlaşdıranda 3300 alınır. Gəlin birinci hər birini onluğa yuvarlaqlaşdıraq. Təhlik onluqların altından xətt çəkək. Baxıram. 3290 alınması üçün burada 3, 2 olduğu kimi qalır. Özündən sonra 7 gəldiyi üçün bu 9 bir vahid böyür, olur 10. 10 olduğu üçün olur bu 0. Həmən onun birində verir 2'ye olur 3. 3300. Bu oldu, bu deyil. Keçdik. Bunu yuvarlaqlaşdıraq. 3, 2, 8-dən sonra 5 gəldiyi üçün 9 olur və 0 oldu. Aha, bunun uyğun gəldi onluğu. Bunu yuvarlaqlaşdırırıq. 3, 3. 3-dən sonra 6 gəldiyi üçün bu 3, 4 olacaq və 0. Bu da deyil. 3, 2, 9'dan sonra 6 gəldiyi üçün bu 9 bir vahid böyüyür olur 10 və
Onun da birinci ələm 2'nin üstünə olur 3. 3300. Bu da değil. Geriye bir dənə bu variant qalır. İndi bunu yüzlüyə yuvarlaqlaşdıraq. Buna 3 olduğu kimi qalır. 2'dən sonra 8 gəlir. Bir vaxt böyüyür, olur 3. Bunların da yerinə 0, 3300. Doğru cavab B variantı. Keçək növbəti 53-cü sualımıza. 53-cü sualda deyir ki, A, B, C, D 5 rəqəmli və 3, 7, 1, 8, 0 rəqəmləri ilə yazılan ən kiçik ədəddir. İndi baxırıq. Bayaq biz xəttlər çəkmişdik 5 rəqəmli dediyi üçün. İndi baxırıq. Ən kiçik ədəddir deyir. Ona görə bu ədəddə rəqəmləri kiçikdən böyüyə doğru düzəcəm. Mən kiçikdən böyüyə düzürəmsə 0, 1, 3, 7, 8 düzürəm. Amma bir şeyi yaddan çıxartmayaq ki, 0 ilə ədəd başlamır. Belə olanda artıq bu 5 rəqəmli yox, 4 rəqəmli sayılacaq. Ona görə də bu 0 və 1'in yerini dəyişəcəm. Yəni bu qayda sadəcə kiçik rəqəmlə söhbət gedəndə olur və 0 olursa, onların içində ən kiçik. Bura olur 1 və 0. Əssalam, artıq burada 5 rəqəmli alındı. İndi bu hərflərlə belə göstərilir. A, B, C, D, E. Baxırıq. Buna əsasən D, B, C bunları yazaq burada. D, B, C, E, A. Bu ədədi və E, B, C, D, A. Bu ədədin neçə olduğunu tapın. Gəlin tapaq. D. D neçədir? 7. Yazıram bura. B neçədir? 0. Yazıram. C neçədir? 3. Yazdım. E 8, A 1. Ədədimin biri budur. 70.381. Keçdik növbəti tapırıq. E oldu neçə? 8. B 0. C 3. D 7. A 1. 80.371. Bu qədər sadə. İndi görək hansı variantdadır? 70.381, 80.371. C variantında. Keçdik 54-cü suala. Ədədlər verir və bunlardan ən kiçiyi olanı tapın deyir. Baxıram, rəqəmlərin sayı hamısında eynidir. Və başlayıram birinci rəqəmi ən kiçik olanı tapmağa. 8, 2, 4, 8. Ən kiçik olan budur. Heç axtarışa ehtiyac yoxdur. 2361. Keçək növbəti 55-ci sualımıza. 55-ci sualda deyir ki, bu damadakı ədəd 46.176 ədədindən böyük, 81.705 ədədindən kiçik olmalıdır. Və ardınca deyir ki, müqayisəsində kvadratın yerinə yazılacaq ən kiçik və ən böyük ədədlər hansıdır? Baxın uşaqlar, burada 4677-dən 8704-ə qədər ədədlərin hamısını yazmaq olar. Amma məndən ən kiçiyi soruşur, bir də ən böyük. Ən kiçiyi tapmaq üçün buradakı ən kiçik ədədim budur. Baxın, bu işarə bu ədəddən böyükdür. Yəni kvadratın içində olan ədəd 46.176-dan böyükdür. Bu ədəddən böyük ilk ədədi tapmaq üçün bunun üstünə 1 gəlir. Yəni alınır 46.177. Heç 1 gəlməsəz belə 46.176-dan sonraki ədəd hansıdır? 46.177. Bunu yazdım. İndi kvadratın içindəki ədəd 81.705 ədədindən kiçikdir. Görürsünüz, kiçik tərəfdədir. Yəni geri gedəcək. 81.705 ədədindən əvvəlki ədəd hansıdır? 81.704. Bunu da tapmaq üçün 81.705-dən 1'i çıxıram. Alınır 81.704. Bu qədər sadə.
Yəni bu qaydaları diqqətlə yadınızda saxlayın ki, qarşınıza belə tapşırıqlar çıxanda rahatlıqla həll edə biləsiniz. Buna uyğun variantımız D variantıdır. 56-ya baxaq. 8, 3, 1, 7, 4 rəqəmlərindən yaranan ən böyük 5 rəqəmli cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Görün necə də tapşırıq var. Birinci ən böyük 5 rəqəmli ədədi tapıraq. 1, 2, 3, 4, 5. Özdə cüt ədəd daha. Başlayıram böyükdən, düzürəm aşağı. 8, 7, 4, 3, 1. Baxın uşaqlar, gördünüz, düzdürmü? Düzdür, amma tək alındı. Tək alındığı üçün mən neyiniyim ki, burada cüt alınsın? Ona görə sondan baxıram, hansı rəqəm cütdür? 3 cütdür, xeyr. Burada 4-dür cüt. Əvvələ baxsam, böyük alınmayacaq, artıq kiçik alınacaq. Ona görə axırdan əvvələ gedirəm. Bu 4-lə 1-in yerini dəyişirəm. 1-i eləyirəm. Gətirirəm 4-ün yerinə, 1-in də yerinə 4-ü gətirirəm. Olur 87.134. Aldımı ən böyük 5 rəqəmli cüt ədədimi. Və bunu minliyə yuvarlaqlaşdırıram. Təhlik, onluq, yüzlük, minlik. 8, altına xətt çəkdiyim əvvəlki rəqəmi yazıram. 7-dən sonra 1 gəldiyi üçün 7 dəyişmir. Və 7-dən sonra 3 dənə ədəd var, ona rəqəm var, ona görə də 0 yazıram. 87.000. Keçirik 57-ci sualımıza. Görək nə deyir? 57-ci sualda deyir ki, 2B34 kiçikdir 2947 müqayisəsində B-nin yerinə yazıla biləcək rəqəmlərin cəmi neçədir? Bu tip tapşırıq əvvəldə də verilmişdir. Baxıram, 2 bərabərdir. B 9 artıq bilmirəm neçədir. B 9-dan kiçikdir. Yəni, bura baxın, B kiçikdir 9. Bu nə deməkdir? 9-dan kiçik istənilən rəqəmi mən bura yaza bilərəm. 9-dan kiçik nə var? 8, burada yazmıyor. Burada yazır. 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Bunların hamısını buraya yazsam, bu müqayisə doğru olacaq. Və bunların nəyin tapın deyir? Cəmi. Toplayırıq. Bunun rahat toplamağın yolu. Hansı rəqəmlər onluq yaradır? 8-in üstə 2, 10. Yazdım. 7-in üstünə 3, 10. Yazdım. 6-nın üstünə 4, 10. Yazdım. Və 5 qaldı. 5-in də üstə 1-i gəlirəm. 6, üstə də 0, 6. Nə alındı? 36. İndi gəlin elə belə də yoxlayaq. 8-in üstünə 7 gəlirəm 15. 15-in üstünə 6, 21. 21-in üstə 6, 26. Üstə 4, 30. Üstə 3, 33. Üstə 2, 35. Üstə 1, 36. Üstə 0, 36. Bu qədər sadə. 36. 58-ə baxırıq. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300-ə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Bu tapşırıq yuxarıda vardı, buna oxşar tapşırıq daha doğrusu. Və dedim ki, yüzlüklərə qədər yuvarlaqlaşdıranda 300 alınan ən böyük ədədi tapmaq üçün 300-ün üstünə 49 gələcəksiniz. Alınacaq 349. Ən kiçiyi tapmaq üçün 300-dən 50 çıxacaqsınız. Alınacaq 250. İndi 349-un və 250-nin cəmini tapaq. Bərabərdir. 9, 9, 5. 599. Geçirik son 2 sualımıza. 59-da deyir ki, 3972 ədədinin onluqları ilə minliklərinin yerini dəyişib, yüzlüklərini 3 vahid azaltsaq, yeni yaranan ədəd necə olar? Gəlin baxaq. 3972 təhlik, onluq, yüzlük, minlik. Deyir, onluqla minliyin yerini dəyiş. Onluğu neçədir? 7, minliyi 3. Gəlin yerlərini dəyişək. Minlik yerinə yazaq 3, onluq yerinə yazaq
Daha doğrusu minlik yerinə 7 yazaq. Onluq yerinə 3 yazaq. Dəyişdik. Sonra deyir ki, yüzlüklərini 3 vahid azalt. Yüzlüyü 9'dur. 3 vahid azaltsaq nə olacaq? 6. Yeni yaranan ədəd nə oldu? Belə göstərək. 7, 6, 3, 2. 7632. Yəni, məsələni hissə-hissə oxuyub həll etmək lazımdır. 60. Modellə verilmiş ədədi ardıcıl olaraq onluqlara, yüzlüklərə və minliklərə qədər yuvarlaqlaşdırın. Tapaq ədədi 2, 4, 5, 2, 4. 4524 yazalım. İlk öncə onluğa yuvarlaqlaşdıraq. Artıq bir daha yuvarlaqlaşma qaydasını izah eləmirəm, çünki yuxarıda bir neçə dəfə izahım verilib. 4520 alındı. Sonra yüzlüyə yuvarlaqlaşdırırıq. 4500 alınır. Sonra minliyə. Artıq burada 5000 alınmış olacaq. Belə, monitoring 1-in riyaziyyat sualları yekunlaşdı. Hər bir sualı diqqətlə izləyin və misalların həllinə də diqqət yetirin. Beləcə siz gələcək monitoring sınaqlarını daha rahat şəkildə icra etmiş olacaqsınız. Hər birinizə uğurlar, sağ olun.